Mən fikirlərim ki, daha bundan bu üzə qonaq çağırmayın, yəni adamları çağırmayın, çünki hər kəsin əlaqəsi olsa gələr ya sonra baxar. Onun üçün elə əvvəldə başlayayım salamla gedək. Əziz dostlar, Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin əməli bölümündə xidmətizdəyəm. 3 dənə xəbərinə xidmətinizdə olacağam. Linkini göndərirəm. Xahiş edirəm ki, bu linki açın. Hardan bunu görəcəkdim mən? Bunu necə göndərəcəkdim? Tamam, bura göndərəcəkdim. Birinci xəbəri Günas TV-dən götürdüm. Fars dilindədir. Dediyim kimi söz vermişəm, həftədə bir dənə, hər cəlsədə bir dənə türkçə xəbəri kamil danışaq. Amma indi feylən farsı xəbər göndərirəm. Günas TV-dəndir və xəbər bu günə aiddir. Nəzərimə gəlir ki, Günas TV-nin bu günləri xəbərləri çox azdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 xəbəri vardı. İndi bunları avaxsıq görürük, neçəsi Azərbaycana aiddir, neçəsi yox, yaxca ələ gələr. 1, 2, 3, 4, 5, 6, 7, çox gözəl 8 xəbəri, yəni 80%-ı, %80-ı Azərbaycan haqdadır. 10 xəbərdən. Təbrik deyirəm Günas TV-nin timinə. Yəni, əgər 20 xəbərdə olsaydı, yenə %80-də Azərbaycan olsa daha gözəl olar. Gözəl. Təbrik deyirəm. Bu xəbər, əgər açdığınız kimi baxsaz, müqayisə buhran do dəryaçı Urmiye və Qum. Niyə Günas TV-də 10 dana xəbərdən mən bunu seçmişəm? Bu, bunu göstərir ki, mən burada bir mərəzim var. O mərəz nədir? Urmu gölüdür. Urmu gölü bizim dərdimizdir. Buna dərman axtarırıq. Biz bunu gündəmdə saxlamalıyıq. Daimən bunu bir növ ilə göz qabağında saxlamalıyıq və daimən müqəssiri göstərməliyik. Çox gözəl xəbərdə müqayisə edibdir. Müqayisə buhran do dəryaçı Urmiye və Qum. Koç Azərbaycan. Nöqtə virgül. Koç Azərbaycan. Titr gözəldir. Sevdim. İçində təzadlı var. Əvvələn müqayisə buhran özü çox mühümdür. Kəlmə. Bəllidir bu xəbəri, mən bilmirəm kim yazıbdır. Baxım görüm, tanıya bilirəm kim yazıbdır. Elçin yazıb. Sağ ol Elçin. Elçin, təbrik deyirəm. Müqayisə kəlməsi ən mühüm kəlmədir bu cümlədə və bu xəbərdə. Sonra buhrandır. Müqayisə, buhran ikisi həm bir kəlmə mürəkkəbdir. Yəni, yap mühüm kəlmə buhran. Amma bunun müqayisəsi xəbərdə çox gözəl gəlir. Ondan sonra iki dəryata adları ilə. Urmiye, Qum. Niyə əvvəldə Urmiye gəlib sonra Qum? Çünki Urmiye mənimdir, gərək qabaqda gəlsin. 2 nöqtə, Koç Azərbaycan, yenə bir təzad. Yəni, titr doludur hərəkət ilə, titr doludur, düzdür də, hətta o nöqtə virgül ki qoyubdur, çox gözəl qoyubdur. O əlaməti təəccüb ki qoyub axırda, əlamət təəccüb deyil. Əlaməti ölümdür. Qeyri-adi bir şeydir. Qeyri-adi bir şey üçün bunu qoyuruq. Altında bir gözəl şəkil var. 2 şəkildən ibarətdir bu. Bu da çox gözəldir. Bir dana uzaqdan bir Urmu gölü görsənir ki, partlayıbdır yer, susuzluqdan partlayıbdır, rənginin ağlığı görsədir ki, bura şoraqlıqdır. O tərəfdə dibdə göy, göydür, abıdır, göy, göydür. Göy görürsünüz nə gözəl, göy həm göydür, həm də göydür. Yəni, həm abıdır, həm də göydədir. O tərəfdə dibdə ya buluddular, ya
tozdur qalxıb göyə. Bəli, bulud deyil, tozdur qalxıb göyə. Amma bulud da fərz eləyə bilirik. Bu olar batı olsun, olar doğu olsun. Hər iki tərəfinə də bunu qoymaq olar. İkinci əksi onun üstündə bir dəryalı quş ki, onlardan üçü üçmək halında qalanları oradadılar. Bir həsrət, bir nostoloji. Günaz TV 2 nokta. مدیر پروژه آبهای کارستی سازمان زمینشناسی ایران مطرح کرده. چه نقطه؟ اثرات زیست محیطی بحران دریاچه ارومیه در مقایسه با دریاچه نمک گم بسیار زیاد است. چاش او ای اثرات زیست محیطی yəni o cümləyi ki deyilibdi, cümlənin arasında qoyuluydu. Gələydi əvvələ Günaz TV cümlə açıq, dırnaq açıq. O cümlə bağlı 2 nöqtə ondan sonra bu sözü deyən kimdir? Cümlə ilə oynaya bilirik. Baxın, burada bizi cümlə ilə oynadar. Cümləni اثرات زیست محیطی بحران دریاچه ارومیه در مقایسه با دریاچه نمک گم دریاچه ارومیه. Diqqət buyurursunuz, sözlər çox mənalıdır. Besiar ziyad است. Bunu qoyarıq cümlənin altına, cümlənin əvvəlində qoyarıq. Ondan sonra 2 nöqtə bu sözü kim deyibdi? مدیر پروژه آبهای کارستی سازمان زمینشناسی ایران. Bu tardır. Mətrəhkar da istəmir. İndi Karəsti bilmirəm nə mənədir. Onu gərək əşyada tozih verəsən. Ya gərək yazmayasan, ya da tozih verəsən. Çünki bu bir dənə indi təxəssüsü bir lüğət oldu. Bəlkə bir mühüm bir şey olacaqdı. Mən bilmirəm. Mənə gərək tozih verəsən. Bu گزارش Günaz TV yenə də ona da gərək bunu üstə necə qoymuşduq 2 nöqtə, ya 2 nöqtə qoyarıq, ya nöqtə virgül qoyarıq. Məsud, burada da fasilə qoymamışıq. Fasilə qoysaq Məsuddan qabaq bir fasilə qoymaq. Mursəli virgül qoymarıq. Nöqtə virgül qoyarıq. مدیر پروژه آبهای کارستی سازمان زمینشناسی ایران چهارشنبه gözəl tarixi qoy bura. در گفتگو با ایسنا بارکالله ایسنا hər adam bilmir nə mənədir. Bilsə də biz onu qoymalıyıq ki bu addır. به مقایسه وضعیت خشک شدن دو دریاچه ارومیه و نمک buna da şey qoyarsınız. Məsələn ya dəryaçə qoyarsınız, ya berkə qoyarsınız, ya sədd qoyarsınız. Nə نمک گم پرداخت. Ona da su ver. Yoxsa o دو دریاچه əlbəttə دو دریاچه gətirmisiniz düzdür. دو دریاچه دو gətirmisiniz orada onu görürsünüz. دریاچه ارومیه و دریاچه نمک گم پرداخت. Kaş bunu yazmayaydınız. Çünki bu xəbərə rəbti yoxdur. Bunu gördünüz, həmişə atın kənara. Çünki bu burada gedir fəqət onu təbliğat edir. Gedirik Məsud Mürsəlini reklam eləməyə. Biz reklam müəssisəsi deyilik. Xəbər müəssisəsi yox. Yəni xəbərnigar ha. Reklam müəssisəsi məmulən televizyonda, ya radioda, ya ruznamədə bir ayrı idarədir. Biz onların işlərini görməməliyik. Biz xəbərimizdə Mürsəli bizə mühüm deyil ki, bizə o nə mənə mühümmüdür? Titrimiz müqayisə buhran do dəryaçı urmiyə. Xəbərin harası bu sözə mərbutdur gətirəcək əvvələ. O adam sözünün çıxanlığının ya axır saniyəsində bizə mühüm deyil. Bizə mühümdür ki, o adamın bu sözü bizə mühümdür. Onu gətirəcək əvvələ, qalanın silsaq da silmiş olur. İlla bu ki bu sözlə irtibatda olar. Mümkündür 20 kəlmə olar. Tamam, xəbərimiz bir dənə 20 kəlməyə xəbərdir. Qutardı getdi. Pəs ikinci paragraf ki orada Günaz TV-də olubdu, o əslin ehtiyacı yoxdur. İndi gəlib də əşyada Karəsti tozih veribdi. Karəsti də bizim xəbərimizə rəbti yoxdur. Yəni biz bohran istiyoruz. Amma tozihi də burada deyil. Onun tozihi ya axır sətrə qalar. Yəni burada tozih verməyə ehtiyacı yoxdur dedim. Çünki indi xəbəri əslində bu adamı
Baxın İranda bizi tərsi öyrədiblər də. Əvvəz ki xəbəri yazaq, reklamı yazırıq. Əvvəz ki deyək Dəryağaçı Urmiyə və Qumu müqayisə edirik, gedirik Mürsəlini tanıtdırırıq. Əslən Mürsəli mənə nə? Mürsəli o zaman mühümdür ki, dəryama görə danışır, dərdimə görə danışır. Mənim dərdimin bir cuşəsini açıqlar. Bunun işi də qalır axirə. Ya axirdə eləyə bilirik, xəbərimizi yazandan sonra deyək ki, Ağay Mürsəli ki bu sözü demişdi, Karəst idi, ya filan yerdə işlir. Bu da işi də budur, Karəst də budur. Karəst pədidi در پوسته زمین است که آثار آن به صورت اشکال مختلف از قبیل حفره ها و غارها در سطح و در زیر سطح زمین müşahidə می شود. Pəs buradan elmi bir tərif verdi, gözəl. Amma yeri burada deyil, çünki dedim, o üstdəki paragraf, və bu paragraf yəni bu iki paragraf dərdə dəyməz. İndi Ağay Mürsəli ba təkid görürsünüz. Üstə Mürsəli demişdi, burada Ağay Mürsəli deyir. Biz dedim, ya ağa işlədək, ya işlətməyək. Bir dəfə təşrifimizi müşəxəs eləyək ki, hamıya deyəcək, adı ilə ya adının yanında bir ağa qoyacaq. مرسلی در مقایسه نمک‌های طوفان‌های نمک دو دریاچه میگوید افزایش دریاچه نمک قم در افزایش نمک دریاچه نمک قم تأثیرات چشمگیر در منطقه ایجاد نخواهد کرد. میه نقطه ویرگول گویبلا چرا که در سالهای قبل این دریاچه روند خشکی را داشته است اما دریاچه ارومیه این گونه نخواهد. Amma Dəryağaçı Urmiyə ingune nəxahət bu dəsən onu bunu gətirmiyor. Çünki bir mənası yoxdur ki burada. İlla bu ki bunu gələ açıqlayaq. O qismət əvvəli biz yadınızda qalsın. Çünki üstə müqayisə edirik, gərək müqayisəyi gətirək. Mən bilirəm ki siz burada Dəryağaçı Urmiyəni müqayisəyi üçün gətirmişsiniz. Amma bu adam bir ayrı yerdə Urmiyə görünə bir söz deyibdi. Onu oradan gətirin, xəbər qıssası. Yəni bu çox yaxşı olar ki, bir ayrı yerdən cümləni gətirəsiz qoyasınız bura və bu adamı da oradan kimi bu adamların üstündən çıxın işiyə. Çünki əslən İranda bu reklam dedim, reklam eləməkdir. Reklam işindən çıxaq işiyə biz. مرسلی اضافه کرد آثار مخرب دریاچه نمک قم با دریاچه ارومیه متفاوت است. دریاچه نمک قم در مرکز ایران منطقه کبیری قرار دارد. این دریاچه از ابتدا خشک بوده و اثرات زیادی بر ریزگردها ندارد. Görürsünüz, əgər biz bunu xülasə eləsək, bu adam deyir ki, mütəfavitdir. Bilirik ki, mütəfavitdir. Bunu da ehtiyacı, o cümləni çəkir, asar-ı müxərrib dəryaçı nəməki qom və dəryaçı urmiyə mütəfavit است. Taza bir söz deməyibdir. Bunu götürürük, atarıq kənara yazmarıq. دریاچه نمک قم در مرکز ایران. İndi əgər bu məntəqi kəbiri onun sözüdür, daxili cümə, əgər yox bizim sözümüzdür, doğru yazmışsınız. Amma yadınızda qalsın, parantezin arasındakı kəlməni yapışdırıb parantezə. Yəni çift elərik. Qərar dارد. Cümlələr zıqqılı gözəl. این دریاچه از ابتدا خشک بوده و اثرات زیادی در ریزگردها ندارد. نداشت. qoyarıq, cümləni düzəldərik. Yəni o adamın sözün əmanətindən çıxarıq eşiyə. Pəs burada da bir dənə fəqət cümlə var. Dəryağaçı Urmiyə, این دریاچه iki cümlə. Yəni iki cümləsi bizim dərdimizə deyil. Qalanını atarıq eşiyə. Mürsəli بحران دریاچه ارومیه بسیار خطرناکتر. Ha, baxın, onları əgər üstdəki qumu iki cümlədə yazsaydıq, Urmiyəni gətirməsəydik, bir paragraf elərdik. Diqqət buyurun, üç cümlədə bu adamın sözünü yığardıq. Yəni iki paragraf elərdik bir paragraf. Bir paragrafı da belə baxardıq. Mürsəli بحران دریاچه ارومیه را بسیار خطرناکتر از دریاچه نمک قم daxili cümlə qoyun bunu birinci dəfədə qoymusunuz üstə əlbəttə توصیف کرد. نقطه اول تأکید دارədin yerinə ki دوباره dırnaq açmısınız, təkid dارədi qoymayın, bunu qoyun, dırnaqları qoyun. Ehtiyacı yoxdur kəlməni izafə yazaq. بررسی ها نشان میدهد ویرگول دریاچه نمک قم دریاچه مرده ای است.
اما دریاچه ارومیه در حال مردن است. Burada bir cümle yazarlar. Ammadan qabaq. Onu burada biz de bir şey koyarıq. Üste yazarıq. Ay Murseli با اشاره به اینکه دریاچه ارومیه özümüzden bunu əlavə eləyə bilirik da, bu fərzidir. هیچ وقت خشک نشده بود یا همیشه زنده بوده است. گفت آثار مخرب دریاچه نمک‌کن با دریاچه ارومیه. Üstədə bunu demiş. Baxın, tikrardır. Cümle eyni tikrar. Mən getmişəm bəlkə ayrı oxuram. بررسی ها نشان می‌دهد دریاچه نمک‌کن دریاچه مرده است. اما جلسه ویرگül qoyarıq. Bunu yadınızda qalsın. Dəryaçı yəni şeydir. Ammadan qabaq. Ki cümlədə, çünki bu ona şərtidir. Şərt kimi bir şeydir da, izafə olur cümləyə. Onun üçün o cümlə naqisdir. Amma gəlməsə naqisdir. Nuqtəni qoysaq yəni cümlə qutardı. Amma bir dənə virgül qoyuruq ki, bir nəfəs çək idamə ver. Amma دریاچه ارومیه در حال مردن است و تبعات آن و تغییرات اکولوژیک آن نیز به مراتب بیشتر خواهد بود. آن تکرار olubdu. Anı götürsək elə təbəat və təğyirat ekoloji آن به مراتب بیشتر خواهد بود. Gərək indi bunun idaməsi olar. Çünki cümlə şərti qutardı, ammanın dalısı qabağı qutardı. Naqis qalır. Gərək bura bir cümləni gərək təkmil edək. Burada bir iş görmüsünüz. Bilmirəm, buradasınız ya yox. Mən sizi, əgər burada olsaz, görüm hardan sizi tapım ki, buradasınız ya yox. Görmədim buradasınız ya yox. Əgər burada olmasınız da sonra baxarsınız. Cümlənin axirində dırnaqların axirindəki struq bağlayaq, dırnağı bağlayaq. Nuqtəni ondan qabağa qoyarıq, ondan sonra qoymarıq. Nuqtə onun üçün. Çünki cümlə qutarıb biz onun adamın cümləsi nəql edirik. شرایط بحرانی دریاچه ارومیه علاوه بر شهروندان آذربایجان ویرگول علاوه بر شهروند آذربایجان ویرگول حیات وحش منطقه را نیز تحت تاثیر قرار داده است. گونه های جانوری آذربایجان یا مهاجرت کردند و یا در معرض آسیب و انقراض هستند. عکس جرثدری. دریاچه ارومیه در سالهای گذشته جزء بزرگترین محلهای تجمع پرنده بود. یا جز بوده bu کلمه یا جزء. جز değil. جز یعنی الا. جز bu şekilde yazmışsın illa mənasında. Cüz ya cüzve. Cüz olsa bir dənə həmzə gərək qoyula zıdan sonra. Cüzv olsa gərək v qoyula. Cüz özü bir ayrı mənadakı burada yeri deyil. Hay məhəlləhay hay cəm Farsıda yapışdırılmır taza şey üçün, yəni ədəbi qanun üçün. Əlbəttə demişəm bunu bir-iki dəfə. Fars dili bundan belə ki 100 ildir icbaridir təhsili. Hala qaidələri düz deyil. قواعد نوشتاری زبان فارسی هنوز تکمیل نشده است و دوران مراحل جنینی را طی می‌کند. Fars dilinin qavaidi 100 ildən sonra 100 il dövlət onun üstündə işinsə hala təkmil deyil. Hala hər il çalışırlar ki onu təkmil edələr, təkmil edəməyiblər hələ filan. Yəni bir dildir ki ədəbiyyata qavaidi oturmur. Qavaidinin işi yoxdur. Ərəb dilində bunun əlindən alsalar yazıq olacaqlar. دریاچه ارومیه در سالهای گذشته ویرگول زیستگاه ارزشمندی برای گونه‌های متنوع جانوری از جمله آرتمیا داخل گیومه و فلامینگوها داخل گیومه بوده است yazaq. Çünki neçə ildir yoxdur. Bud, yəni bir saniyə bundan qabaq bud. İndi bilmirik bud ya yox. Amma biz bilirik ki Flamingo gəlmir ora dahi. Bilirik ki oranın ceyranları orada dahi yoxdur. Bilirik ki oranın quşları gəlmir. Ora 40 cürə heyvan var idi. 40 cürə heyvandan indi orada yaşayan yoxdur.
این دریاچه کریدور پرندگان مهاجر و یکی از طالاب‌های مهم دنیا به شمار می‌رفت. Bu da burada lazım değil. Gedin o müqayisəyə gedin, o titrizə gedin. Yadınızda saxlayın. Xəbərin ən mühüm şeyi, məsələn bunu qoyaq bir dənə xəbərgüzarı bu xəbəri qoyub. Bizə əsl mühüm deyil o nə qədər qoyubdu. Xəbərgüzar bəlkə bunun sətri kəlmələrinə pul alır. Bizim ondan işimiz yoxdur. Biz istiyoruz ki xəbəri qısa və müfid verək. Onun üçün ən mühüm hadisə ki o xəbərin içində var titrimizdir. Sonra bizim tamamı çalışmamız o titri açıqlamaqdır. Hər şey ki o titri açıqlamır ya ona qeyri-müstəqim irtibatdadır, o uzatmaq üçündür. Biz onları geri ataq işə. Onlar reklamdılar. Bu adam savadlıdır deyə, məlumatlıdır deyə, düşüncəlidir deyə, müdür olsun deyə. Yox, bizim belə bir məsuliyyətimiz yoxdur. Bir Azərbaycanda içəridə və eşikdə fərq eləməz. Belə bir məsuliyyətimiz yoxdur. İnsafəli sabahları filankarı olsun. Bizim məsuliyyətimiz bu gün budur ki, İnsafəli 16-cı dərsin verdi. Bu dərsdə də 2 bölümə böldü. Fulanları danışdı. Qutuldu. Xülasə. O şeyə ki mərbutdur. Mərbut olmayanlar İnsafəli nə qədər izafi misal vurub deyərlər. O atıq keçsin cəmrə. Tamam. Koridor kəlməsi farsi bir kəlmə deyil. Türkçü də kəlmə deyil. Onun üçün nə qədər xarici kəlmə işlətməsək belə yaxşıdır. Bunu Türk dilində də mühümdür. Mütəəssifانə Türk dilində də bəzən Rus sözləri ya ərəb sözləri çox işlənir və bunun qabağı, hətta farsi sözlər. Məsələn, Azərbaycanda digər, fəryad. Bəzi sözlər çox işlənir ki, bunların qabağı alınsın. Çünki millət, məsələn, koridoru bizim fikirləyin ki, Kəlibərdə əhərdə oxuyanlarımızın çoxu bilməyəcəklər bu koridor nədir. Mənim yadıma gəlir, ibtidai oxurduq. Mən çətdən şəhərə köçdük. Getdim gecə 4-ə. 2-ni oxuyacaqdım, getdim 4-ə. Çünki gecələrdə 3 yox idi. 4-ə gedirdim, 4-dən də gedirdim 5-ə. Bizə dərsimizdə taksi var imiş deməklə. Mən də çətdən gəlmiş bir uşaq, nə bilirəm taksi nədir? Əslən, maşın bilmirəm nədir, hələ qala taksi biləm nədir. Mən bunu hey dedim takəsi. Heç bir nəfər də mənə demədi, takəsi deyil, bu adı taksidir. Koridor çox adam bilməz nədir. Onun üçün bunları, məsələn, qozərgah, məsir. Türkçə, hətta lazım deyil, hətmən farsi kəlmə qoyaq. Biz bu cür yerlərdə türküsünü qoysaq daha bizə yaxşıdır. Yəni o kəlmələri ki, xaricidir, onların yerinə farsını qoymayaq, türküsünü qoyaq. Bir dənə kəlməni farslılara örgədək türkcə. Ya hətta öz həmvətənimizə örgədək. Çünki bizim çox adamlarımız, məsələn, mən dünən Valenteyinə görə baxırdım, görürdüm ki, əksərin yazıb xırs. Da heç kəs ayı demir, hamı deyir xırs. Amma biz o Valenteynin içində bir dənə gözəl bir kəlmə qoyaq. بحران دریاچه ارومیه ویرگول پوشش گیاهی زمینهای منطقه را تحت تاثیر قرار داده است. پرندگان مهاجر دیگر دلیلی برای سکونت در این منطقه تدوشک یعنی در این منطقه ندارند. نقطه‌ای qoyulmayıbdır. از این رو با کوچ میکنند و یا elə orada virgül qoya bilirik çünki durmaq məcburiyyətində. Virgül ya və istəmir. یا در اثر تغییرات محیط زیستی منقرض میشوند. Burada görürsünüz, indi şeyə rəbti yoxdur. Bunlar izafidirlər. Bunlar eləyə bilirik ki, ya qumuna gərək müqayisə eləydik. Müqayisə eləmirsək, götürək getsin kənara. Be ez'an ستاد احیاء nə mənə? Ehyanın da həmzəsi var. Ərəbcə kəlmədir. Düz yazmalıyıq. ستاد احیاء دریاچه ارومیه ویرژول نزدیک به 96% از کل حوزه آبریز دریاچه ارومیه کاملا خشک شده است. این ستاد بنا به آنچه آن yapışmaz چه آنچه عدم تخصیص منابع داخل gözəldir. منابع عنوان میکند ویرژول پروژه های احیای دریاچه ارومیه را با
ağız نکرده داخل cümlenin içine geçer. Ya ağız نکرده پس onda böyle ya olsun ağız نکرده و یا نیمه تمام رها میکند. رها کرده است. در نتیجه خشکی دریاچه ارومیه و تأثیر آن بر اکوسیستم منطقه با ویرگول باغات آذربایجان جنوبی نیز از این در نتیجه خشکی دریاچه ارومیه و تأثیر آن بر اکوسیستم منطقه باغات آذربایجان جنوبی نیز از بین خواهند رفت. خواهد یخ چون باغات زنده bazen burada bağat Fars ədəbiyyatını deyirlər əlif T ilə cəm bağlamayın. Bağat deməyin. Bağhat deyin. Gözəldir ki biz gələk bağat deyək Farsını o qaydələrini istifadə edək. Amma məsələn bunun yanında məsələn bu mətndə 2 dənə kəlməni mən türkçə yazmağı önərərəm. Çünki heç kəsi yormaz və bir şey də örgü edər. Bir o koridorun yerinə məsələn bir Türkçe parantez arasında yazsız iradı yoktu. Bir de mesela bağların yerinde mesela bağlar şeyde yazsaz yani cəmi bağlardı. Bağ hatta bağ hatta tire bağlar bu şey olar. O xuciyə Fars ola, Türkçe ola, Ərəb ola bir kəlmə ürgələr. Və zehnində qalar. Amma çox olsa bir mətnində 2-3 danadan çox olsa yadda qalmaz və yorar. علاوه بر این ویرگول ister burada. علاوه بر این سلامت بیش از 15 میلیون آذربایجانی نفر از آذربایجانیان جنسین آذربایجانی با خطر جدی روبرو می شود. یادınızda qalsın dostlar. به طوری که همکنون ویرگول سرنوشت مردم آذربایجان جنوبی نیز جدا از دریاچه ارومیه نیست. یادınızda qalsın ki bu amarın üstüne Kürdistan'da getirin. Çünkü Kürtler Azerbaycan'dan sonra en yakın topraktılar Urmuc gölüne ki xətərdədirlər. Və mütəəssifانه Kürtlər bunu bölmürlər. Və hətta bəzən Kürtləri təhrik edirlər ki Türkiyənin suları ki gəlir oradan getir, Ağrı dağlarından getir Kürdistandan getir Əraqa. Onları niye Azerbaycan'a qoyursuz gəlsin Urmuc gölünə? Əvvələn buradan 1 metr oradan su gəlməyibdi. Amma əgər niye qoyursuz indi bu Kürtlərin mərzinə getirdirlər. Bunu gərək onlar Kürtlər bilsinlər ki burada Urmuc gölünün qurulmağı ilə fəqət Azərbaycan aradan getmiş. Kürdistan da Azərbaycan qərbi qədər və şərqi qədər xətərdədir. Hətta Ərdəbil daha uzaqdır ta Kürdistan. Bunun üçün biz o xətəri qonşularımıza da göstərməliyik. Məsələn, Türkiyədə göstərməliyik bu xətəri, Naxçıvana da göstərməliyik, Ermənistana da göstərməliyik, Azərbaycana da göstərməliyik. Yəni, Farsistana da göstərməliyik. Yəni, onları ki, bu dəryaçanın qurumağından zərəl aparacaqlar, onlar gərək bilələr və bilələr, onların bilməkləri bais olar ki, məsələn, Türkiyənin, Azərbaycanın, Naxçıvanın dövlətləri o xətərdən ki, bunlara zərər dəyəcəkdir, İran dövlətinə fişar gətirsinlər. Biz yəni stratejimizi olsa, taşkişlərimizi onun üstündə qururuq, müttəhidlərimizi onun üstündə yaradarıq. طوفان نمکی یا ویرگول یا طوفان نمک ویرگول یکی از اصلی ترین چالش ها و نگرانی های زیست محیطی دریاچه ارومیه است. برد این طوفان ها تنها به شهرهای همجوار دریاچه ارومیه محدود نخواهد بود و در صورت تداوم وضعیت به عراق، قزوین و حتی تهران هم خواهد رسید. Gözəl. Bu paragraf gözəldir. Amma burada bir çox paragraf vardı ki, ehtiyacı yoxdur. Biz yadımızda qalsın, titrimiz gözəldir. Hər şeyi titrimizin üstündə aparacaq. Yəni, bu xəbərin titri əladır, amma mətnində biraz irat var. Neçə dəqiqəmiz? 32 dəqiqə eləmişik dostlar, bağışlayın. Mən bir dənə xəbərin üstündə çox uzun qalmışam.
Bir ayrı xəbər qoyuram lütfən dostlar. Bu xəbəri götürün. Bu Yol Press'dəndir. Xəbər biraz qıssadır, gözəldir, amma bunu yazıram, danışaq. نرخ بیکاری 8 رود بیش از 24% است. تیتر 8 rudun fikirəm ki, mən ədəbi adını bilmirəm, amma həştəri deyirdilər. Həştərud deyildi. Mən bildim. Amma bəlkə ədəbi adı bir ayrı addır, bilmirəm. Mən fəqət eşitdiyimi deyirəm. Fermandar %24'ü insanların, əlbəttə indi gərək bunu soruşacağıq da. Mən indi burada soruşacağım ki, qızlar bekardılar ya oğlanlar bekardılar, ya hər ikisinin ortası 24% bekardı. فرماندار شهرستان هشترود اعلام کرد نرخ بیکاری این شهرستان با 32.24% رتبه اول آذربایجان شرقی را دارد. Niye Azerbaycan, niye meselenin kiçildir bu adam? Bu diye gələndə real deyirlər, böyüdələr. İndi ki, bekarçılıqda Azərbaycanı deyir. İranın harasında 32.24% camiə bekardır və hələ Azərbaycanda özdə bu ikinci yerdədir. Rütbəyə əvvəldədir, məzərət istəyirəm. Niye İran'da rütbeyi əvvəldə deyil? Niye rütbeyi 2'də deyil? Niye rütbeyi 3'də deyil? Niye rütbeyi 5'də deyil İran'da? Niye İran'da demir? Bu xəbərnigarın işidir. Ehtiyacı yoxdur ki, onun dilicən deyək. Özümüz deyirik ki, mühasibə elərik, biz xəbərnigarıq. Özümüz mühasibə elərik ki, İranda mütəvəssit bekarçılıq harda çoxdur? Ən çoxu. Bursaq gələcək amar bikari, Ostanha ya şəhərha. Gələcək, baxacaq, görəcək, harda çoxdur. Deyəcək ki, məsələn, İranda şəhristan Həşterud 2-ci, 3-cü ya 4-cü ya 5-ci yerdədir. Azərbaycanda da 1-cidədir. Sədr cədvəldədir. Əlbəttə, normal budur ki, İran məhsulları hamısı çalışarlar ki, rəqəmləri cıqqılladalar. Ta deyərlər ki, mən çox işə gəlimli, müdür, düşün, həll eləyən, müşkülləri həll eləyən bir adamam. Bunda diqqət buyurun. İndi, mən burada xəbərdə o 24.32-ni istirdim deyəm, ya 32.24-ü, bir dəfə də dedim bunu. Üstə yazıb 24%, aşağıda yazıb 32.24. Bunun müməyyiz, geçən dəfə də dedim, normalda xəbərlər şeyi dəyişir, rəqəmin yerini dəyişdirir, dalı-qabaq edir. Bunun üçün müməyyizdən istifadə eləməyək, nöqtədən istifadə eləyək, ta düz olsun. Ya da ki, parantezin içində onun şeyini də yazaq. Ədəbi dildə yazılışın yazaq. Riyazisini yazmışıq, ədəbisini də yazaq. به گزارش ریول پرس 2 nokta ya nokta virgül istər qoymayıbdır. Əmin Əminiyan virgül nəkarədi bilmirik indi burasın hələ. Əsr çaharşənbə در جلسه شورای اداری این şəhər əfsud. Yenə də baxın bir, bunların hamısı bu adamın reklam eləməkdir. Əsr çaharşənbədə xəbərin əvvəlində ehtiyac yoxdur. Bu sözü yapsaq deyə bilirik, axırı şeydə deyə bilirik ki, bu sözləri Cələsə İdari Şəhristanda demişdi. Yap axırda bunu deyə bilirik. İndi xəbərin axırında, ha cümlənin yox, paragrafın da yox. Əşyada xəbərimiz qutaranda, çünki Hirəm Varunədə hər mühüm şey başda gələr. Hər şey ki, əhəmiyyət aşağıda gələr. Pəs biz, burada bizə nə mühümmüdür? Bu adam çarşənbə günü Cələsə İdarədə danışıbdır, bizə mühüm deyil. Xəbərimiz bu deyil ki, bu reklamdır. Əgər istəsək bunu yazaq, yəni adamı reklam eləyək, Cələsə İdarəni reklam eləyək ki, bunlar işdirmişlər, izafə karar almamışlar, onu gərək getirək aşağı, yap aşağıda yazaq. O halda ki, əgər bu reklamdır, bu adam əslən yazmıyaq. Biz neyin yox, bizə nə rəbti var? Bunun işi əslən budur. Əslən buna pul verirlər ki, Cələsə buna iş həll eləyək. Həmçinin bu əfsud eləyib ha, həmçinin hardan gəldi cümlənin əvvələ, mən bilmirəm. Əfsudda həmçinin gəlir. Yəni, həmçinin cümlənin dalısı var. Mən indi ki, qabağın gedirəm. Həmçinindən qabaq gələk bir cümlə olmuş ola.
همچنین طبق آخرین آمار دریافتی ویرجول نرخ رشد جمعیت az sal 90 ta 95 منفی indi burada 23.1'dir yoksa 1.23'dir. Bakın burada bir qələt bir şey var. Cəmiyyət əgər mənfi 1.23 olsa, yəni həm köçən var, həm ölən var, həm də nə olar? Az olar, mənfi olar. Hətta ya köçənlər ya ölərlər. Ama eğer 23.1 olsa, yani burada bir büyük hadise var. Çok büyük hadise. 23% cemiyeti bir yer menfi olsa, yani ya kötürse ya ölürse, yani büyük bir hadisedir. Yani 100.000 neferden 100 neferi köçüblər. Çok büyük hadisedir. که شهردان هشترود در رتبه نخست فهرست مهاجرفرسترین bakın فهرست مهاجرفرسترین şəhərهای استان Azərbaycan şərqi قرار داره. Bunların bu cümleyle üstteki cümleni yıksaz, yani bir tane lead olar, kıssa lead. Kıssa lead nedir olar? Amarlar indi heç birisində düz deyil, axı mən bilmirəm ki, indi bunları nədir yazaq. Yazaq 24-32 ya 32-24 həm bekarçılıqdır və bu da 1-23-1 yoxsa 1-23 mənfi şeydir, mühacirətdir. İkinci, əgər bekarçılıq və mühacirət bu şəhrin əsli dərdidir, niyə titrdə birin yazıbdır? Bu yaza bilər ki, بیکاری و مهاجرت ədədləri qoyar ya ədədləri də qoymaz. Məsələn, نرخ بیکاری و مهاجرت شهر هشترود در صدر جدول ایران است. İkisini gətirər. Bir dənə paragrafda tozih verər ki, nərx bikari 23.24.32 ya 32.24'dir və mühacirət də 23.1'dir. Beləliklə, Həştrud İranda məsələn filan rütbədə durur. Bə'd az filan şəhər, filan şəhər, filan şəhər bir dənə ya iki dənə ya üç dənə Həştrud qərar dاره. در جایگاه مثلا دوم یا سوم یا چهار. Əminyan گفت indi burada əfsud yeri var, üstə əfsud demişdi. Çünki üstə dedim əfsud da o zaman olar ki, qabaqdan bir cümləni demişik, həmçinin də o cürdür. Qabaqda bir cümləni demişik, sonra dağılsın deyirik. Amma burada demək olar. Əminyan گفت ya əfsud, çünki cümləsini demişik qabaqdan. توسعه عمران و پیشرفت این شهرستان در گرو توجه و تدبیر کاربردی در پتانسیل های بالگویان می باشد. Cümle yanlama ne? Yanlama ne? Bunu bana evvel biri desin. Niye bunu haber getiribdi? Biri bunu bize açıklasın ki bunu niye getiribdi? Bunun harası xəbərdir. Tövsiyə elə bir ki, məsələn, mən bunu dəqiqə başı deyəm. Bir dənə ustad danışgah deyən. Bu xəbər deyil ki. یادآوری کرد که یادآوری کرد از جمله این پتانسیل حوزه معدن کشاورزی و گردشگری می باشد و باید برنامه‌ریزی در خصوص لزوم توسعه در موارد ذکر شده آماده و اجرا گردد. یعنی bu xəbər deyil. Nəyə gətirmiş bunu mən bilmirəm. و به وجود و ظرفیت اراضی وسیع زراعی شهرستان شامل منابع آبی فراوان و سد سهند و شبکه‌های پایاب اشاره کرد و گفت والله bu buradakı xəbər deyil. Yəni nə olsun, məsələn, nə olsun. Lağal heç olmasa orada adam bir yaşar. Burada neçə hektar yeri var axı. Bir vücud hər yerdə yer var. Yer olmasa adamlar göydə yaşamazlar ki. وجود 59 معدن کشف شده مس، طلا، سنگ و آهن. سنگ و آهنده یا سنگ آهنده. سنگ و آهن یا سنگ آهن.
və gələndə ora 2 dənə olur, 2 dənə mədən olur. Əgər bu istiq səngahən deyək, mənim nəzərimə gəlir ki, gərək ya bir xətt qoyaq ortaya, ya da yapışdıraq. Əlbəttə, ay külahı yapışdırmaq olmaz. Bölgülü ay yapışdırmamaq olmadığı üçün naçar xəttinə yapışdıraq bunları bir-birinə. Və olmuyor. Çünki onda eyni zoğal daşı, kömür daş. Kömür daş. Kömür bir şeydir, daş bir şeydir. Eləyə bilər bunlar 2 mədən olurlar. Kömür daş bir-birinə xəttinə yapışdıranda bir mədən olur. Çünki muzaf ilə olur. Və qoymayaq ayaqlar. Həmçinin burada yeri var. Niyə? Çünki qabaqdan danışır və həmçinin. Qabaqda danışır. Bu mədənlər tapılıbdır. 59 dənə mədən var. Mis mədəni, qızıl mədəni, dəmir daş mədəni və habelə və həmçinin vücud آثار تاریخی و زیست محیطی شامل قلعه ضحاک، غار آهکی آغبولاق و بقیه و بقعه بایزید بسطامی. İndi böqəyə Bayezid Bəstami nə deməkdir? Bunun türkçüsü yoxdur. Ağbulaq Ahah köhülü. Fikirəm bunda adı girək belə olar. Onun üçün dostlar, məsələn mən bu qəl'ə Zuhaki baş tapmıram. Zuhak qəl'əsidir ya bunun bir ayrı adı var. Çünki Zuhak Azərbaycan olmamalıdır. Bunun üçün də onun adını tapmalıyıq. Biz əslisini yazmalıyıq. Mən ittifaqən bir neçə gün bundan qabaq bir əcib ad gördüm, yazdım, bir tozih yazdım. Amma biz bəzən vaqəən adların hamısını fikir yox, Azərbaycanı addır. Azərbaycanı adı, türkçə adı olmayanda gərək onları bilafasitə şəkk eləyək və onların düzünü tapaq. Böqəyə Bayezid Bəstami, bu da hətmən əgər Həştəridə olsa, Həştərilər bunun adını yaxşı bilərlər. Mən fikir eləmirəm, onlar məsələn deyirlər ki, Taksimlə deyirlər Böqəyə Bayezid Bəstami. İnanmıram belə bir kəlmələr olar. Məsələn də Taksim Böqəyə Bayezid Bəstami ya Bayezid Bəstami Böqəsi. Çünki mən Təbrizdə, Əhərdə, Kəlibərdə işitmişəm. Həştəridə də qaidətən olmamalıdır. Çünki Böqə bizim dilimizdə yoxdur. Yoxdur. Buradakı fəqət o 59 mədəni desəydi ya bu şey adları desəydi işliği, işsizliği belə qabağa. Orada deyərdi 20 neçə dərsən işsizlik var. Bunu gətirərdi onun cümləni əgər xəbəri yazanınız diqqət etsək, bunu aparardı ora. Deyərdi این در حالی است که در شهرستان شبستر 59 معدن وجود دارد و همچنین آثار تاریخی فلان و فلان هستند که میتوان با سرمایه گذاری به آنها هزاران نفر را به بازار کار جلب یا جذب کرد و این باعث میشد که مهاجرت معکوس از دیگر شهرها به هشترود صورت بگیرد یا انجام بگیرد. امینیان از سرمایه‌گذاران خواست بدون هیچ دغدغه فکری در این شهرستان سرمایه‌گذاری کنند. بودا جنرال تبلیغات دیده استفاده از ظرفیت سرمایه‌گذاری هشترود سایر شهرها تاکید کرد. بودا تبلیغات فرماندار هشتر تمامی روستاها رؤسای ادارات خواست پاسخگو و انتقادپذیر باشند و سرمایه‌گذاران را برای سرمایه‌گذاری درست راهنمایی کنند. Xəbərimiz çox cıqqılı ola bilərdi. Yəni bəlkə 50 kəlmə ilə ya 60 kəlmə ilə bu xəbər yazılardı, amma mütəəssifانه uzun yazılıbdı. Mən nə qədər çalışıram ki, sürətlə danışım, olmur. Nə cür eləyək bunu? Dostlar, axirimci xəbəri Dorna News-dan gətirdim. Dorna News-un linkini qoyun bura. Dostlar, istəsələr buna baxsınlar. Dorna News araşdırır. Yəni təhqiq aparıbdır. Əlləri ağrımasın. Bəllidir ki, zəhmət çəkiblər. Əndirqan qızıl mədən cümənin arasında deyil. Həmən ki ad oldu onun xüsusən bizlər indi türkçə adından
o qədər ilgidə olmamışıq. Zehnimiz əndirqan qızıl mədəni biraz su olur. Özü mədən olmaz. Elə qızıl mədəni iyi gərək gələ. Çünki mən şeyin dırnaq arasına gərək qoyaq. Bəlli olur ki, bu addır. Əndirqan can yox. Əndircan deyil ki, əndirqandır. Qan olanda qafla yazacağıq. Biz farsı imlasını Türkiyə soxmayaq. Türkçe imlanı Farsıya soxa bilirik. Amma Farsı imlasını Türkçəyə soxa bilmərik. Çünki Türkçədə canla qanın arasında çox ciddi fərq var. Farsıda fərqi yoxdur. Farsıda qafla cafın fərqini bilmirlər və deyəmirlər. Çünki qaf məzərsəm, caf Fars dili əlifbası deyil, Türk dili əlifbasıdır. Ərəb dili də əlifbası deyil. Onun üçün bu cafı ərəblər deyə bilməzlər. Məsələn, biz gürbə deyə bilirik Fars dilində, amma onlar gürbə deyəmirlər. Onlar qorbə, ənqur deyirlər. Cəlibdir, çox yerdə çafla cafın fərqini bilmədikləri üçün konçkav deyirlər, conçkav yazırlar. Bu da o dilin öz ədəbiyyatından, öz əlifbasının olmamağını göstərir. İndi bizim dilimizdə qan sözü var, qan, əndirqan. Caf sözü var, məsələn, cermi. Bu rahatlıqda fərqləri var. Onun üçün biz cerminin yerinə qırmı yazanmarıq. Qızın yerinə cız yazanmarıq. Çox adam cız yazır. Bu Farsıda yox, bizimcə var. Bunun arasına qoyacaq əndirqan qafına yazılır, qızıl mədəni. Çünki Türkçədə belə yazılar. Muzafi leyhin axirinə belə bir yay gələr. Ondan sonra ilə ilgili, qızıl mədəni ilə ya lə. İkisi də olar. Həm mədəni lə, həm mədəni ilə. İlgili bu günlər, bu bir dənə mənim dostlarım bunu öyrətsələr daha yaxşı olar. Mənə dostum deyibdir, mən indi bunu da sizə deyim. Günlər, bu bir kəlmədir. Ləri istəyirik ki, ləri əlaməti cəmi yapışdırmayaq kəlmənin axirinə. Həm gözəl görsənsin, həm rahat oxunsun. Mənim şəxsi nəzərim budur ki, yapışdıraq. Hətta indi o sonki kəlmədə deyəcəyəm, yapışdırında kəlmə kiçik görsəniz. Gözümüz də bir müddətdən sonra adət eləyəcək, adi gələcəkdir. Gözəl də görsənəcəkdir. Kəlmə də çıqqılı görsənəcəkdir. Amma yapışdırmasaq iki kəlmə olur. Lor oxunur. Gün, lor. Türkçədə, ərəbcə, farsca lorha. Çünki fasiləsi bir kəlməcəndir. Eyni halda ki, bu kəlmənin bir parçasıdır. Gərək buna yaxın ola, ya buna yapışa. Amma çün fasiləsi çoxdur. Əndirqana diqqət buyurun. Əndirqanda D ilə Y. Əndirqan. R ilə qan. Arasında fasilə var. Bunlar bir-birinə yapışan hərflər deyirlər. Onun üçün günlər də o qədər fasiləsi var. Amma biz günləri o qədər fasiləmək üçün, əgər iştibah eləməsəm, yadımda saxlasam, shifti tutacağıq, şeyi vuraq, space'i vuraq. O iki kəlmə ki, bir kəlmə hökmündədir, yapışsın, bir-birinə yaxınlaşsın, bir-birinə bir kəlmə kimi görsənsin. Təhlükəli, mənim nəzərimdə burada da li, o hey axərə şeydir, yapışmalıdır. Niyə? Baxın, he, normalda biz bunu ə yerinə işlədirik. Daha deyirik ki, məsələn, bərəkət, nənə. Yoxsa, o he ciddi tələffüz olunur, yumuşaq tələffüz olur, ağır tələffüz olunur, möhkəm tələffüz olunur. He tələffüz olunur da, ə tələffüz olur. Orada hıdır. Təhlükəli. Elə bunu yapışdırsa, bunu elə həman anlamda olar, təhlükəli. Həman olar, gözəl olar, mənim nəzərimcə. Əlbəttə, bunu mən Şimali Azərbaycanda bir kitabda ərəb əlifbasında yazılıb. Onlarda da gördüm ki, mən deyən modeldə yazırlar. Yapışdırırlar, gözəl də olur. Yəni, gözəl də olur. Bəlkə biz təhlükəni digərək biz bir dənə ərəb əlifbasına və türk əlifbasının
yazılmasına ərəb əlifbası ilə. Bir də ə hərfi tək özümüz ixtira edirik. Yaradaq. Ki, ə səslərin onunla verək və bu ə səs lüğət diqqət edirik ki, hər şeyə yapışa bilsin. Çünki biz bəzi kəlmələrdə ələri hesablayanda görürsünüz ki, hər hərfdən sonra bir hey qoymuşuq. Hey özü ayrı-ayrı yazırıq. İndi mənim yanıma gəlmir, məsələn, kəpənək, kəpənək. İstəyək yazaq, kəpənəyə. Görürsünüz ki, kəpənəyə bax, kəpənəyə. İndi siz bu 2 dənə, 3 dənə kəlməni kəpənəyə bax, kəpənəyə yazasınız. Görürsən ki, hər hərfidən sonra bir dənə ə var. Hey axarı təsman var. Tənha var. Yəni, hey ki, yapışmasının birisinə var. Biz gərək bunun yerinə bir dənə bir şey yazaq, ya da geri gətirək deyək, biz tüm beləsi yazında uzun olur və bunların arasında fasilə olur, hər elə bir hərfin axırı çox da pis görsənir, bunu yapışdırmaq məcburiyyətində yox. Yapışdıranda həm kəlmə cıqqılı görsənir, həm də oxuması rahat olar və bir dəfə də bildik ki, bu hey hər yerdə gəlsə səsi olmayacaq. İndi o da təhlükəli məsələsini necə həll edərik? Bu məsələni də dilçilər bizə desinlər ki, təhlükəni neyniyək ki, o heylə, o birisi heylər həll olsun. Bir də orada hidayət məsələsi var. Xəbərlər eşidilir. İndi diqqət buyurun. Əndirqan qızıl mədəni ilə ilgili bu günlər təhlükəli xəbərlər eşidilir. Titrə baxın. Təhlükəli xəbərin özünü titr ilə. Durna News xətti fasilə qoyubdur. Bu olar, geçən dəfə də dediyim, Türkçe servisi 2 nöqtə. Geçdiyimiz günlərdə günlərdə durmalıyıq. Geçdiyimiz günlərdə virgül məcazi fəzada. Diqqət buyurun. Məcazi ərəbcədir, fəzada ərəbcədir. Bunları Türkçəyə çevirə bildik. Sanal deyilir. İndi bizim Türkçəmizdə Azərbaycan, Güney Azərbaycan Türkçəsində sanal sözü oturub yerinə. Sanal fəzanı da değiştiririk. Mühitdə ya sanal yerdə, sanal çevrimdə. Hər halda eləyə bildik ki, Türkçə bunu qəşəng yazaq. Sanalı da hətta yazmasaq, yazaq internetdə. Fəzai məcazi 2 lüğət yerinə istəyincə muzafı müzafili, yazaq internetdə. Qutarsın geçsin. İnternet də xarici sözdür. Amma hamı bilir. Fəzai məcazini çox adam bilmir. Məcazi fəzanı çox adam bilmir nə mənədir. Çünki məcazın əvvəl gərək mənəsini desin, yəni xiyali. Ya qeyri-vaqei, ya qeyri-maddi. Görürsünüz, mənası fərqləşir daha. Amma bunu bir dəfə internet yazsaq, insanlar internetlə daha indi hər kəsin əlində bir telefonu vardı, mənim nənəm kimdə savadı yoxdur, internet bilir nədir. Yenə də burada, indi üçün ora titr idi, gərək əndirqanı beləsi qoyuruq dırnaq arasında, yenə də burada gərək üçün lid yazırıq, gərək qoyaq. Əndirqan qızıl mədəni ilə ilgili xəbərlər yayılmağa başladı. Geçdiyimiz günlərdə yayılmağa başladı. Xəbərlərdə virgül, mədənlərdə virgül, siyanur kullanılmasıyla Türkiyədən gəlmədi. Türkiyədən gəlmədi. Biz bunu öz dilimizdə işləsək də olar. Siyanur sözü getməlidir bunun arasına, dırnaq arasına. Çünki bir lüğətdir ki, bizim dilimizdə yoxdur, bizə tanış deyil. Bir addır özü də, adı birinci dəfə işlədiyində qoyarıq cümlənin arasına. Kullanılmalısıyla ilgili ha belə siyanurun doğada. Doğa
kəlməsi daha düşüb yerinə. Təbiətdə bunu işlədirik, çevrədə işlədirik, yurtda da işlədə bilirik, yurt sözündə. Düzdür, yurtda biraz da abadanlıq şeyi var, amma hər halda bu işlətmək olar. Yayılması sonucu heyvanların şübhəli ölümü həm də 2 mədən işçisinin məsmumiyyəti iddia edilmişdir. İndi bu xəbərə diqqət buyurun. Yəni bu linkin burasına diqqət buyurun. Fasilə ki, sözlərin arasında da çoxdur. Keçdiyimiz fasilə çox, günlərdə çox, məcazi çox fasilə. Yəni ortada bir çox şey var, boşluq var. Boşluq çox, fasilə deməyim, boşluq çoxdur. Bu boşluqlar 2 dənədir əslində. Əslində bu adam buna görə ki, türkü gözəl görünsün, bunun zehnində var ki, gözəl deyil. Göz adət edir gözəlliğə. Göz hər şeyi görməklə adət edir. Biz əgər bir şeyi gözəl görmürük, türk dilisini yazanda fars əlifbası ilə gözəl görünür. İlləti budur ki, fars dilində o cür ki deyilir, o cür yazılmır. Amma biz deyildiği kimi yazmağa çalışdığımız üçün o cürsü yazmaq məcbur. Yəni farsı da əgər desək ki, məsələn bir dənə indi farsı kəlməcəlini tapın, mənə öyrədin ki, nə kəlmə deyim burada. Nerxə bikari istəyək ki, nerx gərək gətirən nerxə bikariyə həştərud. Görürsünüz, bunların üstünə səsləri qoysalar, o da elə bizimki kimidir. Amma o bir dəfə deyib, ağa, mən səslərlə işim yoxdur, mənə səs mühüm deyil. Hər kəs bunu oxuyacaq, adət eləyəcək qulaq yolu ilə öyrəşəcək. Bir də ki, ana dili olduq, yəni orada fərzi budur fars dilində ki, hamının fars dili, hamının ana dilidir. Onun üçün uşaq nənədən, oradan mədrəsəyə gedincə öyrəşibdir səsləri, indi kəlməni görəndə özü onun səslərini verəcək. Amma bizim sözümüz budur ki, yox, səsi kəlmənin içində yazmalı yox. Ta kəlmə düz çıxsın. İndi burada bir müşkilə deyirik. Farslar o müşkülü görmürlər, ərəblər də səsi dərsi kitablarda götürüblər. Üst-üstə ərəblər də səsi də işlətmirlər. Amma bizim israrımız var ki, bunu görsədək, çünki farsıdan ayrılaq həm də. Çünki əgər biz səsləri görsətməsək, farsıya çox bənzir bizim yazımız. Yazımız, sözlərimizin mənası, anlamı yox. Amma yazımız bənzir. Ona görə ki, bunu fərqləndirək, səsləri vermək məcburiyyətində, həm də bir dənə elmi dilə çevirmək məcburiyyətində yox. Yəni, məsələn, İngiliscədə yazılışı ilə deyişiliyi fərqlidir. Bunun üçün istillər deyələr, bu kəlməni nə cür dilində deyəcəksən, yazılığı ilə fərqli, yazılı belə yazır, amma bunu belə deyəcəksən. Onda gedirlər fonetik dilindən, yəni sout dilindən, səs dilindən istifadə edərək bir əlifba yaradırlar. O kəlməni bir dəfə də onun içində yazılır ki, bu belə deyiləcəkdir. Brother, B-R-O-T-H-E-R olacaq məsələn. Siz bunu oxuyacaqsınız. B-R-A-D-R. İbələnin o hərflər içi yazılı olan hamısı oxunmayacaqdır. Məsələn, farsça yazır xahiş, vavı var. Xahiş kəlməsi farscadır. Mən bir ustad ədəbiyyat farsıdan eşitdim danışqahda ki, deyirdi, o x-v-a, yəni 3 hərf, x-v-a, xa. Hətta o a, o no-a, əlbəttə xa, üçü bir hərfidir. Farsıdan gəlmədir. Onun üçün xahərdir, xahişdir, xastəndir, bəzi şeylərdə o cürsü yazılır. Yəni o hərfinə yazılır, üçü ilə yazılır. Amma iki hərf oxunur, x-a. Biz türküdə istirik ki, dilimiz elmi dil olsun, yəni fonetik dil olsun. Həm yazı dili olsun, həm deyiş dili olsun. Yəni
deyişlə yazışın fərqi olmasın. Bunun üçün biz istiyoruz səsləri getiririk əlifbamızın içinə, dilimizi elmi dil eləyək. Farsı dil bunu eləyə bilməz, çünki belə bir istəkləri yoxdur. Və istəmirlər elmi dil olalar. Belə də eləsələr, daha onda Hafiz, Sədi, Mevləvini hələ çıxın kənara, o da Mevləvini, hətta Firdosini oxuya bilməzlər. Çünki bir ildən sonra, 2 ildən sonra görəcəklər ki, orada səs var, burada yoxdur. Məcburlar onu da bu şəkildə yazırlar. Onu da bu şəkildə yazanda geçmiş tarixdəki kitabları cəl eləməkləri daha rahat olacaqdır. Mən indi bu edit kəlməsinə çox həssas olmuşam fars dilində. Görürsünüz ki, məsələn deyir ki, ağa, məsələn Şahnaməyə filan kəsə baxın. Niyə? Çünki filan kəs məsələn bunu bu cürsü təhqiq eləyibdir, cildilərlə tutuşturubdur, bəzi şeyləri, yəni əl aparıb da içində. Bəzi şeyləri dəyişdirib. Yəni bu adam gəlibdir Şahnamədən özü bir Şahnamə yazıb. Və əgər əlifba olsa, əlifbanı bu cürsü istəyirlər fonetik eləyələr, onda fars dili təqribən aradan getməyə məcbur olar yavaş-yavaş. Durnaniyuz araşdırır, yenə də buradan başlayın. Bir paragrafını da oxuyuram, qutaraq bunu. Çünki fikirəm bir saat oldu. Əgər bir saat olsa bağlayayım. Dostlar, elə burada bağlayayım da, çünki bir saat çoxdur, yordum sizi. Bəlkə gələn həftədən bir dana fars xəbər qoyaq, bir dana türkçü xəbər. Türkçünü biraz çox danışaq, çünki türkçü bizim əsli dərdimizdir. Tamam. Çox təşəkkür edirəm. Buradan olduz. Gələn həftədən 2 xəbər, 1 xəbər farsı, 1 xəbər türkçü və çalışaram ki, onları şey edeyim. Amma gələn həftədən ya bu gündən dostlar ki istəyirlər daha ciddi olsunlar, Telegramda mənə bir salamləlik yazsınlar. Mən onlara xəbər maddəsi göndərəcəm. Onlar onun haqqında bir xəbər yazsınlar, mənə göndərsinlər. Sizə yaxşı axşamlar arzulayıram. Sağ. Aha, dostlar, gələn həftədən, yəni üzdümüzdə olan həftədən 2 saat tez başlayacağam bu bərnaməni. Yəni indi Toronto vaxtı ilə saat 2-də başlayıram. 12-də başlayacağam. Sağ olun, təşəkkür edirəm. Gecəniz xeyirli qalsın.